Hər vaxtınız xeyir. Qısa bir paylaşım edəcəm, amma çox aktual bir məsələyə həsr olunub. Əziz dostlar, dünyanın istənilən bölgəsində zaman-zaman müxtəlif hadisələr, proseslər baş verir. Qan qaraldıcı hallar, hadisələr, müharibələr, münaqişələr. Və biz müasir texnologiyalardan, sosial şəbəkələrdən indi çox geniş sürətdə yararlana bilirik. Rəy yazırıq, mülahizələr, fikirlər irəli sürürük. Hesab edirəm ki, bu yaxşı haldır özlüyündə, amma biz çalışmalıyıq həmişə bir məqama nəzər alaq ki, bu rəylər, mülahizələr Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət eləsin. Xaricdə qərarlaşmış bir sıra radikal dairələr var. Bu radikal dairələr də müqəddəs dəyərlərdən, hətta dini dəyərlərdən də təbii ki, başda olmaqla yararlanmağa çalışırlar. Din həmrəyliyi və s. Məsələləri qabardırlar və çalışırlar ki, Azərbaycanlılardan bir qismini öz tərəflərinə çəksinlər və onlardan istifadə etsinlər. Bu qəbul edilməz haldır. Məhz bax, bunun təsiridir ki, bu günlərin realist, pragmatik və Azərbaycan dövlətinin maraqlarına cavab verən, fikir bildirən insanlara təsirlər, təzyiqlər müşahidə olunur. Yumşaq formada desək, mən gülləbarandan danışmıram artıq. Bunlar son dərəcədə qəbul edilməz haldır. Biz çalışmalıyıq hər zaman dünyanın hansı nöqtəsində baş verirsə versin, hadisə və proseslərə realist yanaşaq, hər tərəfin maraq və mənafelərini nəzərə ala bilək. Əgər arbitrlığı eləyiriksə sosial şəbəkələrdə, klaviatur arxasında arbitr rolunu oynamağa çalışırıqsa, gərəkdir ki, mütləq mütəxəssislərin fikirlərinə hörmətlə yanaşaq, onları dinləyək, onlardan məsləhət alaq. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kursa uyğun davranaq. Bunlar çox önəmli məqamlardır. Və bunun bir səbəbi var ki, biz hələ yaxın keçmişdə çox acı təcrübələrlə üzləşmişik. Bu acı təcrübələrdən gərək nəticə çıxardaq. Bu qədər fikirlərim yenə də məsləhət özünüzündür. Amma nəzərə alınarsa, mən hesab edirəm ki, ümumi işin xeyrinə olar. Diqqətinizə görə təşəkkürlər.